Adəm və Həvvanın qadağan olunmuş ağacdan yeməsi və bunun ardınca baş verən cənnətdən çıxarılma hadisəsi haqqında xüsusilə Əllamə Təbətəbai Əl-Mizan təfsirində bu hadisəni mərhələli şəkildə analiz edir. Quranda zikr olunan bu cənnət axirət cənnəti deyil, insanın ilkin fitri və rahatlıq halını təmsil edən bir məqamdır. Adəm əleyhissalama elm verilir və mələklərə onun üstünlüyü göstərilir. Ona və zövcəsinə cənnətdə yaşamaq icazəsi verilir. Amma bir ağaca yaxınlaşmaq qadağan edilir. Şeytan vəsvəsə verir və onlar ağacdan yeyirlər. Beləliklə libasları açılır, yəni yeni bir şuur halı yaranır. Tövbə edirlər və yer üzünə eniş, hübut baş verir. Quranda ağacın növü açıq deyilməyib. Şəhid Mürtəza Mütəhərrir bu mövzuda deyirdi ki, bu ağac insanın maddi aləmə yönəlməsi, mənlik və ya təcrübə yolu ilə kamilləşmənin başlanğıcı kimi də başa düşülə bilər. Əllamə Qazi məktəbində isə ilahi təlimdən əvvəl öz iradəsi ilə seçim etmək, yəni imtahan və ixtiyarın başlanğıcı kimi izah olunur. Quranda təsvir olunan cənnətdən çıxarılma isə əslində insanın ilahi proqram üzrə yer üzərində xəlifəlik missiyasına başlamasıdır. İrfan alimlərinin ümumi yanaşmasına görə bu məkan nə tam maddi dünya idi, nə də axirət aləmi. Daha çox ara mərhələ, yəni insanın ilkin yaradılış halını yaşadığı bir varlıq səviyyəsi idi. Ayətullah Həsənzadə Amuli bu hadisəni insanın daxili quruluşu ilə əlaqələndirirdi. Adəm əleyhissalam həm mələklərdən üstün ola biləcək qabiliyyətə sahibdir, həm də maddi aləmə meyl edə bilər. Qadağan olunmuş ağac isə bu iki istiqamətin sərhəddidir. Yəni insan hər an ya yüksəlir, ya da aşağı meyl edir. Hadisənin ən mühüm nöqtələrindən biri isə Adəm əleyhissalamın dərhal tövbə etməsidir. Ayətullah Behçət ağa deyirdi ki, insanın dəyəri səhvdən sonra dərhal Allaha qayıtmasındadır. Bu da onu göstərir ki, qapı bağlanmayıb, əksinə həmişə açıqdır. Ümumiyyətlə peyğəmbərlər ismət sahibidir və böyük günah etməzlər. Əllamə Təbətəbai qeyd edirdi ki, Adəm əleyhissalamın etdiyi əməl şəri günah deyil. Bu daha çox daha üstün olanı tərk etmək kimi izah olunur. Yəni qadağan mütləq haram hökmü kimi yox, daha yüksək bir mərtəbənin qorunması üçün verilmiş bir istiqamət idi. Şəhid Mürtəza Mütəhərrir yazırdı ki, peyğəmbərlərin belə xətaları insan üçün tərbiyəvi modeldir, günah nümunəsi deyil. Əllamə Təbətəbai izah edirdi ki, bu çıxarılma cəza yox nəticədir. Yəni varlıq mərhələsindən digərinə keçiddir və Quranda enin əmri sadəcə məkan dəyişməsi olaraq yox, ontoloji, yəni varlıq səviyyəsi dəyişikliyidir. Əllamə Qazi məktəbinin yanaşmasına görə insan yer üzünə təsadüfən yox, planlı şəkildə göndərilib. Yəni Allah insanı dünyaya göndərmək istəyirdi. Bu hadisə isə bu keçidin təbii səbəbi kimi təzahür etdi. Əllamə Təbətəbai və Ayətullah Həsənzadə Amuli insanın kamilliyi haqqında ortaq bir prinsip qoyur. Hazır kamillik dəyər daşımır. Qazanılmış kamillik isə həqiqi kamillikdir. Yəni əgər insan əvvəldən kamil olsaydı, nə seçim olardı, nə inkişaf, nə də mənəvi yüksəliş. Quran buyurur, onlar üçün orada nə istəsələr var və bizim yanımızda daha artığı da vardır. Əllamə Təbətəbai bu ayənin şərhində qeyd edirdi ki, insanın istəkləri axirətdə tam və kamil şəkildə qarşılanır. Amma ayədə qeyd olunan daha artığı maddi ləzzətlərdən üstün ruhani və idraki ləzzətlərdir. Deməli, axirət hissiz bir boşluq sayılmır. Əksinə insanın bütün hisslərinin kamilləşmiş formasıdır. Digər ayədə buyurur, onlar orada əbədi qalacaqlar və nə bir yorğunluq görəcəklər, nə də oradan çıxarılacaqlar. Şəhid Mürtəza Mütəhərrir bu ayənin təfsirində qeyd edirdi ki, insanın sıxılması təkrar və məhdudluqdan yaranır. Axirətdə isə zaman məhdud deyil və ləzzət təkrarlanan deyil. Yəni şuur daim yenilənir. Ümumiyyətlə cənnətin ən böyük neməti yeməkdən, bağdan və ya da çaydan ibarət olması deyil, Allahın huzurunu hiss etməkdədir. Quranda qeyd olunur, heç bir nəfs onlar üçün gizlədilmiş göz aydınlıqlarını bilməz. Ayətullah Həsənzadə Amili bu ayənin təfsirində qeyd edirdi ki, insan axirəti bu dünyadakı təsəvvürlə anlaya bilməz. Çünki oradakı varlıq bu dünyanın qanunlarına tabe deyil və varlıq halı anlayışı o deməkdir ki, cənnət sadəcə məkan deyil, insanın daxilində yaşadığı bir səviyyədir. Məsələn, insan kədərli olanda dünya ona dar gəlirsə və xoşbəxt olanda hər şey geniş görünürsə, deməli hiss etdiyin hal yaşadığın dünyanı dəyişir. Axirətdə isə bu hal tam kamil olur. Yəni insan öz daxilində cənnət yaşayır.